İndi isə uşaqlar 4-cü qrup 2022-ci sınaqların suallarına baxaq, izahlarına. Birinci sual. Hidrogen peroksid manqanoçu katalizator iştirakından alınır oksigen, amonyak katalizator iştirakından NO plus su, natrium OH plus hidrogen əmələ gəlir. İndi deyir ki, bəsit maddələr müəyyən edin. Aydın ki, bəsit maddə biri X-dir, biri də Z-dir. X-la Z sualın düzgün cavabı 31-də eləyəcək. D variantı. Davam ediyor 32-ci sualla. Görə 32-ci sualda nə verib? Bu qədər məhlullar var, bu qədər iyon alınıb, hansı iyonların sayı bərabər olur? Gəlin baxaq yoldaşlar. Birinci biz burada magnezium xlorid məhlulu, magnezium xlor 2, üzərinə gəlsin natrium 2SO4. Deməli, deyir bu reaksiyadan alınır məhlul. Duzla duz o vaxt reaksiyaya girər ki, 300 milli məhlul alınır. Üçüncü məhlulda hansı iyonların qatlığı bərabər olar? Yəni, magnezium sulfatla natrium xlor deməli, reaksiyaya girməz. Magnezium SO4, natrium xlor alınır, reaksiyaya getməz. Ona görə bu məhlulda, yəni ikisinin sadəcə qarşığı olacaq. 100 burada bu ikisinin qarşığı olacaq. Onda gəlin baxaq. Magnezium xlor 2 dissosiasiya eləyər. Magnezium 2 müsbət, üzərinə gəlsin 2 xlor mənfi. Natrium 2SO4 da burada yazaq. Natrium 2SO4 dissosiasiya eləyər. 2 natrium müsbət, üzərinə gəlsin SO4 2 mənfi. İndi bu nə qədərdir? 0.1, C'si 0.1-dir. Onda nüsü 0.1, 0,2 bunun nüsü eləyəcək. Bunun nüsü də nə qədər eləyəcək? 0.2 0,04. Deməli, bunun 1 molundan, 1 mol bundan, 2 mol da bundan alınırsa, 0,2-sindən elə 0,02 alınacaq, 0,04 da xlor alınacaq. Sonra, natrium 2SO4-ə gəldi. 1 molundan 2-dirsə, burada 1-dir. Bundan da 0,04-dür. 0,04-dən 0,08, 0,04 alınacaq. Hansı iyonların deyir, qatlığı bərabər olar. Yəni, hansıların mol sayı bərabər olsa, onsuz da C bərabərdir, nü bölünsün V-dir. V hər birində eynidirsə, deməli, nülər də bərabər olmalıdır. Deməli, 0 tam yox, %8 yoxdur. Deməli, hansılar bərabər olar? Aydındır ki, SO4 ilə xlor. SO4 ilə xlor. Varmı belə bir cavab? Sualın düzgün cavabı 32-də eləyəcək C variantı. Davam ediyor 33-cü sual. Asetilinin katalitik hidrogenləşmə reaksiyasının qrafikinə əsasən reaksiyadan sonra alınan qaz qarışığının hidrogenə görə nisbi sıxlığını. Gəlin baxaq yoldaşlar. Bax, görürük ki, asetilin C2H2-dir. Və asetilin başlanğıcda deməli hidrogenləşir, tutaq ki. İndi buradan C2H6 da alına bilər, C2H4 da alına bilər. Gəlin bir şeyə fikir verək, bax. Asetilin deyir tamamilə 2 molu tamamilə reaksiya daxil olsun. Eləmi? Hidrogendən də başlanğıcda 6-dır. Hidrogendən 2-si qalsın. Yəni hidrogendən artıq reaksiya daxil olan nə qədərdir? 4 mol hidrogendən reaksiya daxil olmalıdır. 4 mol hidrogendən reaksiya daxil olur. Onda görə C2H6 alınsa, karbon 2-dir. Bura 1-2 yazsaq hidrogen 12 olurmu? 8, 4, bəli 12 olur. Deməli, C2H6 imiş. Onda yoldaşlar, reaksiyadan sonra 2 mol C2H6 əmələ gəlir, yəni qalır. Hidrogendən də 6 idi, 4-ü getdi, 2-si qaldı. Deməli, 2 mol da hidrogendən qalır. Deyir ki, reaksiyadan sonra alınan qaz qarışığını. Qaz qarışığı deyirsə, burada M ortanı hesablayaq. M orta bərabərdir. Asetilin kütləsinə qədərdir. 24, 30, 2-yə vurdun 60. Üzərinə gəlsin, dəqiq bir də baxaq. 24, 30, 2-yə vurdun 60, 2, 4. 4 bölünsün 4. 64-ü də 4-ə bölsək nə qədər eləyəcək? 16 elədir, 16. Amma yoldaşlar, qaz qarışığının hidrogenə görə nisbi sıxlığını soruşur. M-i 16-ını da böləcək 2-yə. Sualın düzgün cavabı eləyəcək 33-də 8. Yəni, sualın cavabı eləyəcək A variantı. Davam eləyək 34-cü sualına. Hansı sinifin nümayəndələrində molekulunda sp hibrid halında karbon atomu var? Kumülə olmuş alkadein varmı? Var cavabdır, bəli. Şifahi dedim, elə cavab D variantı. Niyə?
Bax, kumülə olmuş alkadenlər kumülə, konjugə və izolə olmuş alkadenlərə bölünür. Kumülə olmuş alkadenlərdə məsələn necə idi? Kumülə olmuş alkadenlərdə 2 qat rabitələr eyni bir karbonda olmalıdır. Yəni uzada bilərik. Biz də bilirik ki, əgər 2 qat rabitənin ikisi eyni bir karbondadırsa, bu karbon atomu sp ilə birləşmə göstərir. Sualın düzgün cavabı D variantı. Davam edək 35-ci sualla. Turşulardır. Turşu molekulunda oksigen 3 tapar. Yoldaşlar, gəlin baxaq. H-xloro-4, H-xloro-3, H-xloro-2, H-xloro. Aydındır ki, hansında oksigen kütləsi çoxdursa, çünki burada sürətin qiyməti də artır, kəsirin qiyməti də artır da. Ona görə, hansında oksigen atomu sayı çoxdursa, kütlə payda çox olacaq. İndi gəlin baxaq. Verib ki, T böyükdür X-dən, böyükdür Z-dən, böyükdür Y-dən. Deməli, T 4-dür, 3-dür, 2-dir, 1-dir. Deməli, 4-ə uyğun T-dir, 3-ə uyğun X-dir, 2-ə uyğun Z-dir, bu da 1-dir. İndi, bizdən nəyi soruşur? Mən fikrim hələ, mən sualı arxadan qabağa gəldim, heç açdım uşaqlar. Birinci bunu düzəldirik. Deməli, T neçədir? Deməli, yoldaşlar, T ən çoxdur 4-dür, X 3-dür, Z 2-dir. Bunları düzəltdik, okey? Bunlar düzdür, hazırdır. İndi turşu molekulunda oksigen kütləsi, bəli, hansının kütləsi çoxdursa çox olacaq. Aydındır ki, T-yə uyğun gələn D-dir, X-a uyğun gələn A-dır, Z-ə uyğun gələn C-dir, bu birisinə də uyğun gələn B-dir. İndi baxaq böyükdən kiçiyə. D böyükdür A-dan, böyükdür C-dən, böyükdür B-dən. D böyükdür A-dan, böyükdür C-dən, böyükdür B-dən. 35-də sualın düzgün cavabı eləyəcək C variantı. Davam eləyək uşaqlar 36-cı sualla. Molekulunda 7 karbon atomu olan söhbət alkandan gedir. Bu alkanda bir dənə dörtlü mütləq olmalıdır. Ona görə bir dənə mütləq bir dörtlü düzəldirik. Dörtlü karbon. Bu dörtlü karbondur. Sonra fikir verək. Bir dənə də üçlü olmalıdır. İndi bir dənə də üçlü karbon düzəldirik. Bu karbon da üçlü karbondur. İkili karbon olmamalıdır. Və 5 dənə də birli karbon. 1, 2, 3, 4, 5. Elə 5 dənə də birli karbondur. 1, 2, 3, 4, 5, 6, 7. Elə belədir. Formul bu şəkildədir. Adlandırsaq 2, 2, 3, trimetil, butan. Görün, belə bir cavab varmı? B variantı. 2-200 trimetil butan. Sualın düzgün cavabı 36-da eləyəcək B variantı. Gümüşün qatı sulfatla reaksiyası gümüş pasiv metaldır. Duz, SO2. Bir də alınacaq su, o da cavab A variantı. Argentin 2, SO4, SO2, su. Alken, molekulun sigma rabitənin sayı. Yoldaşlar, tutaq ki, alken, məsələn, sigma rabitənin üstü yadından çıxıb. Alken formu nədir? CnH2. Atomların cəmindən bir çıxdıqda alfatik karbohidrogen daxil. Eləcək sigma. 3n bərabər 12-yə, n bərabər 4-ə. Yoldaşlar, bayaq birinci qrupların sualını izah edəndə bu sual orada da var idi. Cis trans izomeri var, cavab buten 2. Buten 2-nin cis trans izomeri var. Niyə? Buten 2-nin bir dəfə bu formada yazaram, tutaq ki, CH3, bu onun cis vəziyyətidir. Bir dəfə də buten 2-ni bu formada yazaram. Burada CH3 son H-ın yerini dəyişirəm. Bu da olar onun trans vəziyyəti. Davam edirik 39-cu sualla. Yoruluruq. Karbonun birləşmələrində hansılar üzvü birləşməlidir? Elə biri birdir. Metilamin üzvü birləşməlidir. Yoldaşlar, bu natrium 2CO3, natrium karbonatdır. Natrium 2CO3, natrium karbonat qeyri-üzvüdür. 2-ni çıxırıq. 2 getdi, 2 getdi. Bir olan variant olmalıdır, 3 də getdi. D də getdi, cavab bir dənə qalır, Y variantı. 1, 4, natrium formiat, Y variantı, yəni mürəkkəb efirdir da, duzdur. Bir də 5 dənə də aydındır ki, turşuluq. Bu nədir? Natrium HCO3 hidrokarbonatdır. Bu da natrium hidrokarbonatdır da qeyri-üzvü birləşmədir. 1-dir, 3-dür, 4-dür, cavab 39-da Y variantı. Gəlir 40-cı sual, variantları yerinə qoyub işləmək lazımdır. Deməli, X-in yerinə, məsələn, kalsium karbid qoysaq, kalsium karbidin su ilə reaksiyasından kalsium hidroksid
bir də asetilen alınır. Heç birini verməyib. Ona görə X kalsium karbid ola bilməz. Kalsium oksid qoysaq, kalsium oksid alınacaq kalsium hidroksid ola bilər. Amma kalsium oksidin su ilə reaksiyasından hidrogen qazı alınmaz. Ona görə kalsium oksid də deyil. İndi C variantına bax. X-ə kalsium qoysaq, kalsium hidroksid plus hidrogen ola bilər. Y-ə də kalsium hidriti qoysaq, bəli, yenə kalsium hidroksid plus hidrogen alınır. Sualın düzgün cavabı 40-da eləcək C variantı. Yəni sadəcə reaksiyalar oxumaq lazımdır. Kalsiumun su ilə reaksiyasından alınır kalsium. Həm kalsium, yəni qələvi metalların və qələvi torpaq metallardan, yəni aktiv metallardan həm özlərində, həm də onların hidridlərinin su ilə reaksiyasında yoldaşlar alınacaq kalsium hidroksid üzərinə gəlsin hidrogen. Amma söhbət onun oksidindən gedirsə uşaqlar, bu reaksiyadan sadəcə alınacaq kalsium hidroksid. Nə oldu? C variant oldu, hə? Gələk 41-ci sualdan ekran kaydı gedir, bəli. 6 qram karbon və 1 qram hidrogendən əmələ gələn karbohidrogen üçün nələri hesablamaq olar? Yoldaşlar, bax, karbon kütləsi 12-dir. 12-ni bölürəm 2-yə, karbonu tapıram, tutaq ki, 6. Və 1 qram hidrogen. Hidrogen də 1-dir. 1-i bölürəm 1-ə, tutaq ki, tapıram 1. Yəni, elə bil bu C0.5 H1. Elə bil bu formaya malik bir şey düzəldə bilərik. Onun sadə formulunu, nisbi molekul kütləsini, karbon atomunun kütlə payını deyir, nələri hesablamaq olar? Yoldaşlar, sadə formulu, yəni bəli, C0.5 H-a uyğun gələ bilər. Sadə formulu budur. Bunu hesablamaq olar. Onun nisbi molekul kütləsini yoldaşlar hesablaya bilmərik. Çünki bu C 2-yə vursaq, CH2 də ola bilər. Onu biz, indi sadə formulu əslində budur. 2-yə vursaq C2H4 də ola bilər. 3-ə vursaq C3H 2-yə vursaq yox. Yəni 2 dəfə artıraraq da elə bil. Məsələn 3-ə vursaq, tutaq ki, C0.5 H3. Yəni biz konkret bilə bilmərik ki, bu maddə nədir? Konkret bilə bilmədiyimizə görə onun nisbi molekul kütləsini hesablaya bilmərik. Amma karbon kütlə payı istənilən halda orada ixtisarlar gedir deyə standart bir qiymətə gəlir. Ona görə karbon kütlə payını da hesablaya bilərik. Artıq burada riyaziyyatımız biraz özünü göstərsin. Ona görə sualın düzgün cavabı eləyəcək 1 ilə 3, sualın düzgün cavabı 41-də eləyir B variantı. Gələk 42-ci suala. Qrafikə aid bir sualdır. Qrafikə əsasən tau zamanında əmələ gələn karbon qazı almaq üçün gəlin baxaq, kalsium karbonatı parçalayaq. Kalsium karbonatın parçalanmasına əmələ gəlir kalsium oksid plus karbon qazı. Bunun 100 qramından əgər 1 mol əmələ gəlirsə, parçalanan nə qədərdir? 40. 40-dan eləyəcək X. X bərabər 0,4 mol karbon qazı. Bu qədər karbon qazı almaq üçün neçə qram etan yandırılmalıdır? Etanın birbaşa yanmasından yazıcığa alınır karbon qazı. Bura 1-2 düşür. Bunun 1 molla qramla mı? Qramla. Yaxşı, 30 qramından 2 moldursa 0,4-nə də bir Y qram yazıram. Burada Y bərabərdir. 30 vurulsun 0,4 bölünsün 2. Burada eləyəcək 0,2 66. Sualın düzgün cavabı 42-də eləyəcək C variantı. Davam eləyək 43-cü sualına. Vay yazıb əmsallaşdırmaqdır. Dəmir üzərinə gəlsin qatı sulfat turşusu. Alınacaq burada dəmir 2SO4 3 dəfə. Üzərinə gəlsin SO2, üzərinə gəlsin su. Çox təəssüf əmsallar yadımda deyil. Dəmir 0-dan, dəmir gəlir müsbət 3-ə minus, amma 2 mollandır da. Minus 6 elektron. Kükürt müsbət 4-dən, kükürt müsbət 6-dan gəlir müsbət 4-də plus 2 elektron. 6, 2, 2, 6, 1, 3. Kükürdə bir 3 yazıram, hələ ki bura dəymirəm. Kükürdə bir 3 yazdım. Kükürdə oldu nə qədər? 6. Bura bir 6 yazıram, dəmirə bir 2 yazıram. Hidrogenə baxaq, 12, burada bir 6 yazıram. Oksigen düzəldi mi? 24 oksigen burada, 12, 6, 24 oksigen burada, bəli, düzəldi. Yoldaşlar, qrafikə görə ən çox alınan sudur mol sayına görə. Deməli, A burada budur, belə deyək də, A burada budur deməyək ki, yazaq. Ən çox alınan nədir? Su. Deməli, A maddəsi suymuş, B maddəsi SO2 imiş, C maddəsi də dəmir 3 sulfat, dəmir 2SO4 3 dəfə. İndi baxaq. Qrafik əsasən A, B, C maddələrdən ibarət qarışıqda polyer kovalent rabitələrin mol sayını hesablayın. Vay.
SO2 1.5 versə, SO2 1.5 versə, bunun 1-nə 3-dürsə 6-dır. 3-ə böl 0.5 mol bundandır. Deməli, bunu da neyini 2-yə vur, 3 mol da deməli bizim əlimizdə yekunda bundan var. Yəni bizim əlimizdə yekunda 0.5 mol dəmir 2 SO4 3 dəfə var. Əlimizdə deməli 1.5 mol SO2 var və əlimizdə deməli 3 mol su var. İndi bunlardan ibarət olan qarşıda polyar kovalent rabitə və mol sayı. Yoldaşlar, birinci burada ümumi rabitəni hesablasaq, 4 dəfə 3, 12, 12 2 vursaq 24. 24 burada ümumi rabitə var. 3 dəfə 2, 6, 6 dənə ion var. 24-dən 6-ını çıxarıq, 18 də polyar kovalent. 1 molunda 18 isə 0.5 molunda 9 dənə polyar kovalent rabitə var. İndi SO2-nin bir dənə formulunu açaq. Nə qədər polyar kovalent? Birində 4 isə 1.5-i 4-ə vuranda 4 dəfə 5, 22 yadda. Burada da olacaq 6. İndi suyun bir dənə formula bax. HOH. 2 dənə polyar kovalent 1 molunda. Amma 3 molunda yenə 6. 12, 21. Sualın bulanın cəmini bizdən soruşur da. Sualın cavabı 21. Yəni bu sualı yazmaqda məqsəd nədir? Sadəcə riyaziyyat, rəqəmlərlə oynayırıq. 44-cü sual, maşallah. Görək 44-cü sualda bizə nə verib? Aha, bu sualda izahını vermişəm. Deməli, alüminium xlor 3 məhluluna natrium OH əlavə elədikdə alüminium hidroksid mol sayı natrium OH-ın kütləsini alsın. Yəni, natrium OH-ı artıqlaması ilə götürmüş yoldaşlar. Bu onu demək istəyir. Tutaq ki, yazıram alüminium xlor 3 üzərinə gəlsin natrium OH. Yoldaşlar, duzla əsas o vaxt reaksiya girər ki, hər iki suda həllin olsun, nəticədə söküntü alsın. Bu reaksiya nəticəsində əvvəlcə əmələ gəlir alüminium hidroksid üzərinə gəlsin natrium xlor. Yoldaşlar, biz bu reaksiya gedən qabın natrium OH-ı biraz da əlavə eləsəydik, təzədən natrium OH alüminium hidroksid ilə reaksiya daxil olacaq. Çünki alüminium hidroksid amfoter xassiyyə malik olan birləşmədir. Yəni, buradan alınacaq natrium, alüminium O2 üzərinə gəlsin su. Başqa maddə də alına bilər. Biz hələ ki bunu yazaq. Başqa maddə natrium 2, alüminium OH 4 dəfə belə bir birləşmədə alına bilər. İndi yoldaşlar, bir dənə fikir verək. Alüminium hidroksid mol sayının natrium OH-ın mol miqdarı hansı qrafikdir? Bax, fikir verək. Əvvəlcə reaksiyadan əvvəl alüminium hidroksid yoxdur. Deməli, bu başlayacaq sıfırdan. Ya cavabım bu ola bilər, ya cavabım bu ola bilər. Sonra reaksiyadan sonra natrium hidroksid əmələ gəldi. Deməli, müəyyən qədər natrium hidroksid əmələ gəldi. Kütlə artdı. Kütlə artdı. Yenə D ola bilər, Y ola bilər. Amma yoldaşlar, natrium OH-ı əlavə miqdar əlavə elədikdə artıq reaksiyadan sonra bir dənə fikir verək. Reaksiyadan sonra alüminium hidroksid qalmadı. Alüminium hidroksidin hamısı sərf olundu. Deməli, kütlə tamamilə azaldı. Burada isə verib kütlə dəyişməz qaldı. Hanı dəyişməz qaldı? Reaksiyadan sonra alüminium hidroksid varmı? Yoxdur. Deməli, alüminium hidroksid tam-tamına sərf olunub. Yəni, alüminium hidroksiddən qalmayıb. Yadınızda saxlayın uşaqlar. Bunun da izahını vaxtı ikən vermişik, amma təbii ki, yenə də verməliyik. 45-ci sual. Bu qədər doymuş bir əsası karbon turşusu tam həll edildikdə molyar qatlığı bu qədər olan məhlul əmələ gətirir. Baxaq. Bir əsası karbon turşusu da tam həll edildikdə bu qədər məhlul əmələ gətirir. Onu hesablayın. Yorulduq amma baxaq. Görə bizə nə verir? 138 qram doymuş bir əsası karbon turşusu da həll edilir və karbon turşusu da həll edilir və qatılığı bu qədər. Yəni, C bərabərdir 2 mol bölünsün litr, məhlulun həcmi də V bərabərdir 1500 litr. Yoldaşlar, millilitr. 1 litr, 1 millilitr litrə çevirək. 1 litr, 1000 millilitr. 1, 2, 3, 1.5. 1.5 nə eləyəcək litr? C bərabərdir nü bölünsün V üstünə görə nü bərabərdir C vurulsun V. O da bərabərdir 1.5-i vururam 2-yə bərabərdir 3 mol. Deməli, mənim əlimdə 3 mol, məhlulda 3 mol turşu var. Və bu 3 mol turşunun kütləsi 138 qramdır. Eləmi? Deməli, əgər bu turşunun 3 molunun kütləsi 138 qramdırsa, turşunun 1 molunun kütləsini hesablayaram X. X də bərabərdir 46. Yoldaşlar, 46 olanda H, C özünüz kifayət hesablaya bilərsiniz. Yəni, qarışqa turşusudur. Sualın düzgün cavabı 45-də eləyəcək Y variantı. Əgər yadınızdan çıxsa, C-in, H2-in, O2 bərabərdir 46-ya, 14-in üzərinə gəlsin 32 bərabərdir 46-ya, 14-in bərabərdir 14-ə, N bərabərdir 1-ə. Yəni, molekulunda bir dənə karbon atomu olan karbon turşusu. Yenə Y variantını yaza bilərsiniz.
Davam edək 46-cı sualına. Hansı halda hər iki iyonun elektron formulu neonun elektronu, yəni yoldaşlar, elektron sayıları bərabər olsun. Neonda nə qədər elektron var? 10 elektron var. 10 elektron olmalı. Bunun 18 elektron var, getdi. Bunun 18 elektron var, getdi. Bunun indi baxaq variantlara. Fərqlidir uşaqlar, fərqlidir, üzr istəyirəm. Mən elə bildim eynidir. Yəni ondan fərqli olmalıdır. Ondan fərqli olmalıdır. Elə cavab 46-da eləyəcək A variantına uyğun gəlir da. Bir dənə fikir ver, 10 elektron. Deyirəm axam suyun gəlir. Maqneziumunda, florunda hər ikisinin 10 elektron var, getdi. 10 elektron var, getdi. 10 elektron var, getdi. Sonra hər ikisinin 10 elektron var, getdi. Bir dənə qalır cavab E variantı. 18 elektron buradadır, 18 elektron buradadır. Bunların elektron konfigurasiyasından bu üstə düşmür. Bunun elektron konfigurasiyası 2s2, 2p6 uşaqlar. Amma 18-in elektron konfigurasiyası 3s2, 3p6 olacaq. Eynidirmi? Təbii ki, eyni deyil. Eyni kütlədə götürmüş qələm metalların oksidlərin tam reaksiya daxil olması üçün sərf olan hidrogen xloridin kütləsi aydındır ki, azalma olacaq yoldaşlar, amma izah eləmək lazımdır. Necə? Bax, məsələn, eyni kütlədə götürmüş, məsələn, litium qələm metal oksid, litium oksid, litium 2O. Üzərinə gəlsin natrium 2O. Bunun üzərinə bir dənə H-xlor əlavə edirəm. Bu reaksiyadan alınır litium xlor, üzərinə gəlsin H2O. Litium 2-dir, bura 1-2 yazdı, xlor 2 oldu, bura 1-2. Bunun üzərinə H-xlor gəlsin. Bu reaksiyadan alınacaq natrium xlor, üzərinə gəlsin H2O. Bura 1-2 düşür, burada 1-2 düşür. İndi yoldaşlar deyir, hər birini eyni kütlədə götür. Şərtə görə tutaq ki, bunu 10 qram yazıram. 10 qrama məsələn x-dırsa, litium nə qədərdir? 7, 14, 14-ün üstə 16-ya məsələn 2 oldu. Buradan x bərabər neçəyə? Deməli, 20 bölünsün 30. İndi burada 10-la bir y-dirsə, 46, 46-nın üzərinə 16, 46-nın üzərinə 16, 62. 62-yə də bir 2 oldu. Yəni, onda buradan y bərabər neçə uşaqlar? Yenə 20 bölünsün 62. Sürətlər bərabərdirsə, məxrəci kiçik olan böyükdür. İndi fikir verək, bu litiumdur, bu natriumdur. Fikir verək, natrium 2 olur. Fikir verək, litiumdan natriuma gələndə sıra nömrə nə inir? Sıra nömrəsi artır. Amma fikir verək, sərf olunan litium xlorun miqdarı nə inadır? Litiumdan buna gələndə. Bunda çoxdur, bunda azdır. Deməli, onda miqdar azalır. Yəni, bir-birindən tərs mütənasibasıdır. Oy, nə yazdım? Tərs mütənasibasıdır. Sualın düzgün cavab eləyəcək 47-də. B variantı. Davam edək 48-ci sualla. Temperatur əmsalı 3 olan 15 dəqiqə ərzində 15 dəqiqə başa çatır, 5 dəqiqə neçə saniyə başa çatır. Elə heç saniyə çevirməyə ehtiyac varmı? Heç ehtiyac yoxdur yoldaşlar. Elə dəqiqə ilə də işləyə bilərik. Bir yana baxarıq. Temperatur əmsalı 3-dür. Yəni taun 1-in taun 2 olan nisbəti bərabərdir. Qamma üstü T2 minus T1 bölünsün 10. Yox, ehtiyac heç yoxdur. Deməli, temperatur əmsalı 3 olan reaksiya sürəti 30 dərəcə Selsidə 15 dəqiqəyə başa çatırsa, hansı temperaturda deyir 5 dəqiqə. Yəni bizdən T2-ni soruşur. Bölünsün 10. Hə, bizdən temperaturu soruşur. Yoldaşlar, 15-i 5-ə bölsək eləyər 3, 3 üstü 1. O da bərabərdir 3 üstü 1-ə. Yəni T2 minus 30 bölünsün 10 bərabərdir 1-ə. T2 minus 30 bərabərdir 10-a. T2 də bərabərdir 40-a. Sualın düzgün cavabı 48-də eləyəcək. Y variantı. Ümid edirəm, nəsə yazı bir səhv eləmədim, yoruldum. Bu 49-cu sual bu il yenə düşmüşdür. Birinci və ikinci reaksiya. Yoldaşlar, hər ikisi gedirsə, yadınızda saxlayın. Hər ikisinə reaksiya daxil olan natrium natrium 2HPO4 yoldaşlar. Natrium 3PO4 natrium OH-la reaksiya daxil olmur. Natrium H2PO4-də deməli H3PO4-lə reaksiya daxil olmur. Amma sənə deyir, hər ikisi reaksiya daxil olsun. Yadınızda saxlayın, mən bunu 100 dəfə sizə izah eləmişəm. Qaydalara açıb baxa bilərsiniz, yazdırmışam da. Qısa konkret yazırım, bir də dərsi burada izah eləmirəm. Natrium OH-ın deməli H3PO4 reaksiyasına tapdıq ki, alınan maddə natrium 2HPO4 demiş. Natrium 2HPO4 üzərinə gəlsin su. Yoldaşlar, natrium 2-dir, bura 1-2 yazdıq. Hidrogen 5-dir. Hidrogen 1-i buradadırsa, bura 1-2 yazırıq. Görək, oksigenlər düzəldi. Oksigen 4 oksigen, 6 oksigen, 4 oksigen, 6 oksigen düzəldi.
İndi bizə verib ki, 40 qram natrium hidroksidən neçə qram X maddəsi alınır. Natrium hidroksid nə idi? Bu. Ya nə idi deyirəm, verdiyim suala bax. 40 qram natrium hidroksid yazıram 40. Neçə qram X maddəsi? Yəni natrium hidroortofosfat. 40-a X qram natrium hidroortofosfatsa 2 vurulsun 40-a da. Deməli, natrium kütləsi 23, 23-ün 2-yə vurdum 46, üzərinə gəldim fosfor 31, hidrogen də 32, elədi 78, oksigen də üzərinə gəlsin 64, 12 bir yadda 142. 142. Buradan da x bərabər neyini 2-yə bölüb eləyəcək 71. Sualın düzgün cavabı 49-da eləyəcək D variantı. Reaksiyaları bilmək lazımdır. Bir balaca riyaziyyatınız güclü olmalıdır. Ümumiyyətlə uşaqlar qəbul imtahanında yüksək nəticə görmək istəyənlər çoxlu reaksiya bilməlidir və riyaziyyatları yaxşı olmalıdır. Yoxsa 4-cü qrup hazırlaşmayın. Gedin 1-ci qrupa. Gələk 50-ci suala. Nitrat turşusunun hər hansı bir duzudur, mol sayıdır, parçalama məhsulu. Yoldaşlar, NO2 ilə NO2 alınsın. İndi baxaq, birinci hansı reaksiyadan NO2 alınmaz. Bax, bu reaksiyadan NO2 alınmaz, aktiv metaldır. Barium aktiv metalda NO2 alınmaz. Qalan hamısından NO2 O2 alınır. İndi baxaq, nə verir? Parçalama məhsulu, mol sayı. Reaksiyalar bir-bir yazıb, əmsallaşdırmaq lazım. Gəl, mis 2 nitratı parçalayaq. Mis NO3 2 dəfə. Ortaqda yenə deyirəm, reaksiya bilmək lazımdır. Alınacaq sink oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Yoldaşlar, mis ilə sink eynidir. Bax, bir dənə fikir verin. Mis ilə sink tamamilə eynidir. Heç olayı yazmağa ehtiyac yoxdur. Burada alınacaq mis oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. NO2 hər ikisində 4-dür, mislər 2-dir. Artıq şifahi bunları əzbərləmişik. Bir dənə fikir ver, NO2 4 mol oldu. Cavab burada olacaq gümüş nitrat. D variantı. Bir dənə bax. Argentum NO3 parçalanır nəyə? Pasiv metaldır. Gümüşə, üzərinə gəlsin NO2-yə, üzərinə gəlsin O2-yə. Bura bir 2 yazanda azot olurdu 2, burada bir 2 yazırıq. Oksigen oldu 4-6, oksigen oldu 4-6. 2-1, 2-1. Sualın düzgün cavabı D variantı. Reaksiya bilmək lazımdır. Və bir balaca vaxtdan səmərəli istifadə etməyi bacarmaq üçün riyazi qabiliyyətiniz yaxşı olmalıdır. Gələk 51-ci suala. Hidroksil qrupları qonşu karbon atomlarında olan 2 atomlu spirtin, bax artıq bu qaydadır. Bax uşaqlar, 2 atomlu spirtin 1 molundan, biz bilirik ki, 2 atomlu spirtin 1 molundan 1 mol hidrogen, yəni 2 atomlu spirtin, 2 atomlu spirtin 1 molundan 1 mol hidrogen alır. 1 atomlu spirtin 1 molundan 0,5 mol hidrogen, 2 atomlu spirtin 1 molundan 1 mol hidrogen, 3 atomlu spirtin 1 molundan 1,5 mol hidrogen. Qısa qayda olaraq bunu yadda saxlayırıq. İndi verib ki, 2,5-in şərtə görə verilən hər bir şey yazırıq. Reaksiyanın təpəsində 15,2 qrama 15,2 qrama 0,4 mol bir dənə gözün uşaqlar natriumu verib, üzürü sayın. Mən hidrogen oxudum, elə bildim, bu qədər hidrogen aldım. Ona görə onda reaksiyan yazaq. CnH2nO2 üzərinə gəlsin natrium. Bu reaksiyan alınacaq CnH2n deməli CnH2 O2 nə daha uşaqlar, yorulculuğum buradan görsənir. OH 2 dəfə üzərinə gəlsin natrium. Bu reaksiyan alınır CnH2 O natrium 2 dəfə üzərinə gəlsin hidrogen. Elə O natrium 2-də onda bura bir 2 yazacağıq, bu qədər. İndi yoldaşlar, şərtə görə verilən hər bir şey yazırıq təpəsində. 0,2 moluna 0,4 mol natriumdursa, bunun qramına daha doğrusu, bunun x qramına da 2 mol natrium sərf olunur. Buradan x-i tapsaq, x nəyə bərabərdir? 10-a vurub 2-yə bölüb. 10-a vursaq 152, 2-yə bölsək 71 mi eləyir? 2-yə bölsək 71 eləmir, yox, 76. 2-yə bölsək 76. Aysa, bir dənə baxaq, 10-a vurdu 4, 2-yə böldü 2. 10-a vurdu 152, 2-yə böldü, 152-ni 2-yə böldü, 7 dəfə, 7 dəfə, 14, 12, 76, bəli. Deməli, biz tapdıq ki, bu 2 atomlu spirtin kütləsi 76-ya bərabərdir. 14N üzərinə gəlsin 34, yəni kütləyə hesablayıram. Üzərinə gəlsin 34 bərabərdir 76-ya. Burada 14N bərabərdir 76-dan 34 çıxdıqda 42-yə, N də bərabərdir 3-ə. Və yoldaşlar, diqqətli olaq. Hidroksil qrupları qonşu karbon atomlarında 3 dənə karbonu yazırıq. Hidroksil qruplarında qonşu karbon atomlarını birləşdirik. Propan, propan. Neçə dənədir hidroksil qrupu? 2 dənə. Diol, propandiol 1-2. Propandiol 1-2. 51-ci sualda düzgün cavab eləyəcək A variantı. Davam edək 52-ci suala. Bizə nə verilib? Ammonium xlorid, deməli təyin edici, yox, birləşmələr verib.
və onlara uyğun təyin edici ionlar verib. Deməli, ammonium xlorid. Yoldaşlar, ammonium xloriddə necə ola bilər? Həm ammonium tərəfi təyin edə bilən olmalıdır, həm xlor tərəfi. Xlor tərəfi aydındır ki, gümüşlə təyin olunur. Ammonium tərəfdə deməli OH-la təyin ola bilər. Argentin xlor ağ rəngi çöküntü. Burada da NH4OH əmələ gəlir. NH4OH da ammoniaka və suya parçalanır. Qazın əmələ gəlməsi. Deməli, 1-ə aiddir 1 ilə 2. 1-ə aiddir 1 ilə 2. Ya cavabımız C ola bilər, ya cavabımız D ola bilər. Ammonium karbonat, yəni ammonium tərəfim OH-landır. Ammonium tərəfi OH-la təyin edirik. Karbon qazında H müsbət ion ilə təyin edirik. OH-la H, 2 ilə 3. Sualın düzgün cavabı eləyəcək 52-ci sualda D variantı. Təyini reaksiyalar, ion mübadilə reaksiyalar dərsində təyini reaksiyalar var. Onlara baxarsınız. Bir 5 dəqiqə dincələk. Davam edək uşaqlar 53-cü sualdan ekran kaydı gedirmi? Bəli, gedir. Deməli, 200 qram suda X maddəsi həll olaraq 200 qram suda X maddəsi həll olunaraq 40 dərəcə Selsiusda hazırlanan doymuş məhlulun kütləsi 250 qrama bərabər olmuşsa, M-i hesablayın. M-i nəyə əsasən verib? Demək, həll olma 100. M-i 100 qram suya görə verib 40 dərəcə Selsiusda. Demək, yoldaşlar, bizim suyumuz nə qədərdir? 200 qram. Yəni, yoldaşlar, məhlul nəyə bərabər? Məhlul bərabərdir həll olan üzərinə gəlsin həll edici. Elə? İndi 200 qram su, yəni mənim həll edicim 200-dür. Həll olaraq 250 məhlul əmələ gəlib. Onda mən buradan tapıram ki, mənim həll olanım 50-yə bərabər imiş. Elə? İndi yoldaşlar, həll edicim də onsuz da nədir? Həll edicim su. Fikir verək, 200 suda nə qədər maddə həll olub? 50 qram maddə həll olub. Amma mənə neçə qram suya görə deyir? 100 qram suya görə. 100 qram suya da bir x qram maddə yazaram, o deyir 25. Deməli, burada M bərabər 25 imiş. 40 dərəcə Selsius temperatura görə. Davam edək 54-cü sualla. Bizə deməli nə verib? 112 qram, bir dənə gözlüyün görüm. Deməli, 54-cü sual. 112 qram CO və bu qədər qram hidrogen tam reaksiya daxil oldu. Tamamilə məhsula çevrildi və reaksiyadan yalnız bir alkan alındığını bilərək, reaksiyadan yalnız bir alkan alındı. Yoldaşlar, artıq burada biz reaksiyalar əzbərləməliyik. Necə? Yadınıza saxlayın. CO hidrogenlə reaksiya daxil olduqda 1-in 1-ə daxil olursa aldehid verir. CO hidrogenlə 1-in 2-ə reaksiya daxil oldusa verir metil spirti CH3OH. CO hidrogenlə 1-in 3-ə reaksiya daxil olduqda verir metan üzərinə gəlsin su. CO hidrogenlə 2-nin 3-ə reaksiya daxil olduqda verir etilen glikol CH2OH, CH2OH. Eləmi? İndi fikir verək, bizə deyir ki, alkan. Deməli, söhbət bu 3-cü reaksiyadan gedir. Yazıram, CO üzərinə gəlsin 3 mol hidrogen, əmələ gəlir CH4, üzərinə gəlinsin su. Reaksiyamızı yazdıq. İndi 112 qram CO-nun gəlin molla hesablayaq. CO-nun öz kütləsi 28-dir. 1 mol CO-nun kütləsi 28-ə bərabərdirsə, 112 qram CO-ya bir x mol. X bərabərdir, neçə dəfədir bu? 4 dəfə. Deməli, mənim başlanğıcda əlimdə 4 mol CO var imiş. Hidrogenin 1 mol hidrogenin kütləsi 2 qramdırsa 18-in x. Deməli, 9 mol da əlimdə bundan var imiş. Alınan alkanın nisbi molekul kütləsini bizdən hesablayın. Başa düşmədim. Yalnız bir alkan alınır. Tamamilə reaksiya daxil olaraq 112 qram CO və 18 qram hidrogen reaksiyası zamanı reagentlərin tamamilə, yəni artıq qalmamalıdır. Artıq qalmamalıdır və reaksiyadan yalnız 1 mol alkan alındığını bilərək alkanın nisbi molekul kütləsini hesablayın. Qəribə bir sual oldu. Gözlüyün görək, necə hesablaya bilərik? Onu, əgər hər ikisi tamamilə reaksiya daxil olursa, onda belə götürək. Baxın, onda gəlin belə eləyək. Deyir, yalnız alkan alsın. Onda gəlin belə eləyək. Biz tapdıq ki, CO ilə hidrogen reaksiyasıdır. Amma əslində bu düzgün deyil. Mol sayına görə bəlkə gedə bilərik uşaqlar. Bax, 9 mol bundan yox, 4 mol bundan verdi, 4 mol. Deməli, 4 mol bundan verdi, 9 mol da hidrogendən verdi. Yazaq, 4 mol bundan, 9 mol da bundan.
Deməli bu C4 olacaq. C4 çünki karbon 4-dür. H neçə olacaq onda? C4H 4-ə uyğun alkan, özü deyir alkan olsun. C4H 10. Üzərinə gəlsin su. İndi gəl suya baxaq. Oksigenim 4-dür. Bura bir 4 yazsaq, hidrogenin nə qədər eləyir? 18. Bəli, hidrogen düzəldi. Deməli yoldaşlar, 4-ün 9-a da buradan təzə bir qayda çıxarda bilərik. CO ilə hidrogen 4-ün 9-a olduqda, 4-ün 9-a olduqda, deməli verəcək butan C4H10 üzərinə gəlsin 4 mol su. Vay vay vay. Yəni artıq burada maddəni özümüz düzəltdik. Mol əsası. Tapdıq ki 4-ün 9-a, deməli 4 mol buraya yazıq, 9 mol buraya yazıq. C4 dənəsi C4 olacaq. C4-ə uyğun alkan C4H10-dur. Yerdə qalır su. Formulda artıq özümüz düzəldirik. İndi C4H10-un bizdən nisbi molekul kütləsini soruşur. 12-ni vurursan 4-ə 48, üzərinə gəlirsən 10 eləyəcək. Sualın düzgün cavabı 58. Davam edək. İlk dəfə bu sualı görürəm. Bəlkə də topulda da var, fikir verməmişəm. 55-ci sual. Alken molekulunda SP hibrid halında olan karbon atomlarının sayı molekulun sigma rabitələrinin X plus Y 13 olarsa yoldaşlar, bax, hər hansı bir alken götürsə, gəlin bunu bir dənə belə izah edeyim. Görün, başa düşəcəksiniz. Bax, hər hansı bir alken götürürəm CnH2. Eləmi? SP3 hibrid orbital nədir yoldaşlar? SP3, yəni 4 dənə hibrid orbital olsun. Eləmi? Bunda hibrid orbitalların sayı alkenlərdə nəyə bərabərdir? Məsələn, sp2-dir da. Bir dənə alkenlər üçün də hibrid orbitalların sayını hesablayaq. Məsələn, CH2 2 qat rabitə CH2. Bu nə qədərdir? sp2, sp2 6 dənədir. Bax, 4n, 4 dəfə 2, 8, amma 6 almayın. 4n minus 2 sayda, bax, ümumi hibrid orbitalları var. Hibrid orbitallarının sayıdır. Hibrid orbitallarının sayı. Bu aydın ki düşür sp2-yə. sp3 deyirsə, indi sp3 hibrid orbitallarının sayı, eləmi? Molekulda sp3 hibrid orbitallarının sayı, molekulda sigma rabitələrinin sayı. Heç bununla getməsəydi olar, uşaqlar. Bax, bir dənə şərtə görə bax, bir dənə şərtə görə gəl bir dənə işləyək, bax. Bax, bir dənə bax, 2-3 dənə özün üçün alken yaz. Bax, məsələn, C2H4, məsələn, C3H, bir dənə formulasını nə demək istədiyini başa düşəcəksiniz. Heç düstura getməyin, özümüzü çaşdırmayaq. Bax, CH2 2 qat rabitə CH2. CH2 2 qat rabitə CH3 CH3. Məsələn, CH2 2 qat rabitə CH3 CH2 CH3. Məsələn, olsun CH2 2 qat rabitə. Heç 5 dənə getməyə ehtiyac yoxdur. Bunlardan biri olacaq. Bir dənə məntiqlə baxın uşaqlar. Bax, bu ümumi formulu nədir? C2H4, bunun ümumi formulu C3H6, bunun ümumi formulu C4H8. Bax, burada nə qədər sigma rabitə var? Atomların cəmindən 1 çıx. 6, 1 çıxdıq 5. 9, 1 çıxdıq 8. 12, 1 çıxdıq 11. Eləmi? 12, 1 çıxdıq 11. Molekula sigma rabitənin ümumi sayı. Yoldaşlar, İndi gəlin bir dənə baxaq. Deməli, bax, sigma rabitə ümumi sayını bax 5 götürsəm, mənim x-ma nə qalır? X-ma 8 qalır. SP3 hibrid bu maddə üçün varmı? Yoxdur. Ona görə bu maddəni götürə bilmərəm. İndi gəl o birisini yoxlayaq. Məsələn, molekulunda sigma rabitələrin sayı bunda 8-dir. Əgər bu 8-dirsə, buna 5 dənə qalır. Burada SP3 hibrid orbitalların sayı 5-ə bərabərdir, yoxsa 4-ə? Təbii ki, 4-ə bərabərdir. Deməli, bunu da götürə bilmərəm. Uşaqlar, SP3 hibrid orbitalların sayı demirik. SP3 hibrid vəziyyətində karbon atomlarının sayını deyir. Onu da gəl bir dəfə götürək. Ümumiyyətlə, burada SP3 vəziyyətdə karbon yoxdur. İndi, əgər bunu 8 götürsəm, burada SP3 vəziyyətdə neçə karbon var? 1. Uşaqlar, 8-in üzərində bir 9 eləyir. 13 eləmir. Ona görə bunu da götürə bilmərəm. Bunu da götürə bilmərəm. İndi bir dənə axırıncıya bax. Sigma rabitə nəyə bərabərdir? 11-ə. 11-in üzərinə neçə gəlsəm, indi bir dənə SP3 vəziyyətdə neçə karbon atom var yoldaşlar? 2 dənə. Və 11-in üzərinə 2 gəlsəm 13. Həqiqətən 13 şərti alınır. Deməli, mənim alkenim C4H8 imiş. 2-3 dəqiqəlik bir sualdır. Yoldaşlar, sadəcə mən orada hibrid orbitallarının sayı oxumuşam. Burada karbon atomlarının sayını verir. Ehtiyatlı olun.
Sualın düzgün cavabı heç bilmədiyi sualın düzgün cavabı. Bizdən eni soruşur 4. Bu tendir da. Deməli 55-də sualın düzgün cavabı eləyəcək 4. 56-cı sual. Maksimum çalışıram, izahlar asanda olsun. Mis S alınır mis oksid, üzərinə gəlsin SO2. Baxaq yoldaşlar. Əmsallaşdıraq, necə əmsallaşdıraq? Deməli, mis 4-dür. Bura bir 4 yazsam, oksigen olacaq 6 olmur. Ona görə gəlin, ən yaxşısı biz bunu... Burada dəyişən nədir? Mis də dəyişir. Deməli, mis 2 dənə oksidaşma dərəcəsindən bax, mis 2S üzərinə gəlsin. Baxaq yoldaşlar, oksigen -2-dir. Buna qalır müsbət. Kükürt minimum oksidaşma dərəcəsi -2 olacaq. Buna qalır yenə müsbət. Kükürt oksigen -2, mis müsbət 2. -2, mis müsbət 4. Yazıram kükürt -2-dən, kükürt gəlir müsbət 4-ə. Minus 2 elektron. Yox, minus 6 elektron. -2-dən müsbət 4-ə gəlir. Misdə 0-dan mis gəlir, mis 0 nədir? Müsbət 1-dən gəlir müsbət 2-yə. Amma 2 moluna götürür, minus 2 elektron. 6, 2, 3, 1. Misə 3 düşür. İndi bu 3-ü bura yazsam, bura yaza bilmərəm. Təbii ki, oksigen düzəlmir. 3-ü bura yazsam, misim oldu. Mis 3 olmaz axı. Onda gəl misi 1 ilə işləyək. 6, 1. Misi 6 götürək. Gəl bir dənə baxaq. Misi 6 götürsək. Bax, mis 6 olsa, oksigen 8 olur da. Bura bir 8, nəysə səhv yazıram, bir dənə gözünü görüm. Çoxlar yorulmuşam, görün nəyi səhv edirəm mən. Bir dənə diqqətli olaq. Mis 2O üzərinə gəlsin mis 2S. Dedik ki, alınır mis üzərinə gəlsin SO2. Mən deyəsən, alınanı səhv yazmışım uşaqlar. Burada mis 2O alınmır. Mis plus SO2 alınır. Yorulmuşam. Reaksiya yadıma çıxıb. Bura bir 6 yazırıq. Mis 6 olur, burada 4'dür. Bura bir 2 yazırıq, 4, 6. Oksigen düzəldi mi? Oksigen, elə oksigen ikisini, onu da necə yazır uşaqlar? Bax, mis birinci reaksiya, mis 2O üzərinə gəlsin, mis 2S. Reaksiyanın alınır, mis üzərinə gəlsin, SO2. Oksigen 2'dir, bura bir 2 yazırıq. Mis oldu 6, bura bir 6 yazırıq, düzəldi. Oksidaşma reduksiya reaksiyasıdır. Bəli, bayaq dedik, oksidaşma reduksiya reaksiyasıdır. Mis 2O reduksiya edicidir. -2 müsbət 0. Müsbətdən 0-a gəlir. Səhvdir. Oksidləşdiricidir. Misin sənayedə alınma üsullarından biridir. Bəli, konspektdə var. Disproporsiya tiplidir. Səhvdir uşaqlar. Həm burada mis dəyişir, həm də kükürt dəyişir. Molekulararası oksidləşmə reduksiya reaksiyasıdır. Mis reduksiya məhsuldur. Bəli, mis oksidləşdirici isə proses reduksiya olur, reduksiya məhsulu. Sualın düzgün cavabı 1-dir, 3-dür, 5-dir. Yorulduq, əməlli yorulduq. Mis 2 birinci reaksiyadan deməli, mis 2 xlorid, reaksiyalar bir-bir yazaq mı? Gəl yazaq da. Mis xlor 2 üzərinə gəlsin 2 mol natrium OH. Duzla əsas o vaxt reaksiya girər ki, hər iki suda həllan olsun, nəticədə çöküntü və yaxud da qaz alınsın. Alınır 2 mol natrium xlor. B-də natrium OH, natrium nə verib bu? X maddəsi ayrıca ki, mis 2 hidroksiddir. Mis 2 hidroksid qarışqa HCOH-la qarışqa turşusu ilə reaksiya, qarışqa aldehidi ilə reaksiya daxil olur. HCOOH üzərinə gəlsin mis 2O, üzərinə gəlsin su alınır. C variantında natrium OH ilə reaksiya daxil olan HCOH-dır. HCOH natrium OH ilə reaksiya daxil olur. Alınır HCO natrium üzərinə gəlsin H2O.
C-də. İndi D variantında Z maddəsi, yəni HCOO natrium X maddəsi, yəni natrium OH ilə reaksiya daxil olur. Natrium hidrokarbonat alınır. Bax, natrium 2CO dayanmıyorum. Bu reaksiyanın deməli qarışqa turşusunun natrium kalium duzları, natrium hidrokarbonat və natrium hidrokarbonat alınacaq deyəsən. Dayan görək. Deməli yox. HCO natrium OH ilə reaksiya daxil olur. Deməli T maddəsi alınır. T maddəsinin parçalanmasından da L maddəsi. HCO natrium OH ilə reaksiyasının qarışqa və turşusu və onun duzları bu gümüş-güzgü reaksiyası deyil. Bu reaksiyanın alınacaq natrium 2 dayan görün, natrium 2 CO3 bu alınacaq. Qarışqa turşusunun natrium duzu. Z maddəsi dayan. Z maddəsi HCO natriumdur. HCO natriumun natrium OH ilə reaksiyasından nə alınır? Qarışqa turşusunun natrium duzu natrium OH ilə. Dayan görün uşaqlar. Həqiqətən reaksiya yadımdan çıxdı. HCO natrium OH ilə qarışqa turşusunun natrium duzu. Burada natrium 2 CO3 alınsa, orada hidrogen qalır axı yerdə. Nə olar? HCl natrium OH ilə. Qarışqa turşusunun bu duzu təzədən natrium OH ilə reaksiya daxil olarmı ki? Bax, bir dənə görün, bəlkə nəsə səhv yazdım. Mis 2 xlorid natrium OH ilə reaksiyasından alınır. Mis 2 hidroksid, üzərinə gəlsin natrium xlorid. Mis 2 hidroksid qarışqa aldehidi ilə oksidləşir. Mis 2 hidroksid qarışqa turşusu, bir də bu alınır. Yəni Y maddəsi. Təzədən qarışqa turşusunun üzərinə natrium OH gəldikdə, qarışqa turşusunun üzərinə natrium OH gəldikdə HCOO natrium deməli plus, bax bir dənə bax, HCOO natrium plus H2O təzədən D-də alması üçün Z maddəsi, yəni aydın ki, su natrium OH ilə təzədən reaksiya daxil olmaz. X nədir? Mis 2, ay uşaqlar, deyirəm nəyə səhv yazmışıq. D variantında bu HCOO, mən onu niyə gözüm səhv görüb bilmədim. D variantında X maddəsi natrium OH deyil, axı X maddəsi mis 2 hidroksiddir. Burada HCOO natriumun üzərinə nə gələcək uşaqlar? Mis 2 hidroksid. Qarışqa turşusunun natrium kalium duzları. Deyirəm axı, mən nəyisə burada səhv yazmışam, amma ağlıma gəlmir nəyi səhv yazmışam. İndi turşulardan yalnız qarışqa turşusu və onun natrium kalium duzları deməli cümləmi deyəmirəm. Turşulardan yalnız qarışqa turşusu və onun natrium kalium duzları deməli gümüş-güzgü reaksiyasına daxil olur da. Burada nə alınacaq? Mis 2 hidroksidin reaksiyasından. Deməli, mis 2 hidroksidin reaksiya daxil olur. Natrium formulyatla mis 2 hidroksidin reaksiyası. Yəqin ki, buradan natrium karbonat, mis oksid, buradan alına bilər natrium karbonat, yoxsa natrium hidrokarbonatdır. Natrium H, natrium HCO3, natrium hidrokarbonat, mis oksid, bir də su alınmalıdır.
İndi T maddəsi də parçalandıqda, T maddəsi də bunlardan parçalanır. Natrium hidrokarbonat da parçalana bilər, su da parçalana bilər. Yəqin ki, natrium hidrokarbonatı nəzərdə tutur. Natrium hidrokarbonat parçalanır natrium karbonata, üzərinə gəlsin karbon qazına, üzərinə gəlsin suya. İndi baxaq. Görək. Neytrallaşma reaksiyasıdır. Uşaqlar, neytrallaşma reaksiyası əsasən turşu arasında gedən reaksiyadır. Fikir verək, əsasla turşu. Onda 1-ə gəlir C. 2, 3. Ona C-ni şey elədik. Parçalanma reaksiyası da aydındır ki, göründüyü kimi parçalanma reaksiyasının bir dənə Y-dir. 3-ə gəlir Y. 3-ə gəlir Y. Yox, 2-ə gəlir Y. 2-ə gəlir Y. Oksidləşmə reduksiya reaksiyasıdır. Mis-2 hidroksidin oksidləşmə reaksiyaları da bunlar. Ona gəlir B ilə D. B ilə D. A da heç birinə aid deyil. Çünki A sadəcə duzla əsas arasında gedən reaksiyadır. Belə. Davam eləyək. Çox pis olmuşam həqiqətən. Müəllim X duzunun üzərinə sönmüş əhəng məhlulu əlavə edilən zaman suda məhlul. Müəllim X duzunun üzərinə sönmüş əhəng. Yoldaşlar, sönmüş əhəng kalsium hidroksiddir. Əsasi xassiyyə olan kəskin iyili qaz. Yəqin ki, bu amonyak nəzərdə tutur. Əsasi xassiyyə kəskin iyili Z qazı. Amonyak və ağ rəngli Y çöküntüsü alındı. Y maddəsinin xlorid turşusu, Y çöküntüsü alındı. Bu çöküntü filtrləyib ayrılır, üzərinə xlorid turşusu əlavə edilir. Y maddəsi xlorid turşusu reaksiyasından ayrılan qaz fotosintez prosesində iştirak edir. Fotosintez prosesində iştirak edən qaz karbon qazıdır. Çünki fotosintez C6, H12O6. Bu aydındır ki, onda bu kalsium karbonat imiş. Kalsium karbonatın H-xlorla reaksiyasına alınır kalsium xlor 2. Üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Həmin bu qaz. Bu da ağ rəngli çöküntüdür. Deməli, bu reaksiyadan alınır kalsium karbonat, amonyak, bir də su. Onda bizim bu parçalanan maddəmiz ammonium karbonat imiş. Ammonium karbonat. Ammonium 2 dəfə CO3. X maddəsi. X maddəsinin üzərinə bir dənə baxaq. X maddəsi üzərinə kalsium hidroksid gəldi, ağ rəngli çökündü və kəskin ilə əsası xassiyyə qaz ayrıldı. İndi Y maddəsinin kimyəvi formulu. Y maddəsi çöküntüdür. Onun kimyəvi formulu kalsium karbonat. Z qazının adı amonyak. Amonyak. X düzlə sönmüş əhəng arasında baş verən reaksiya təhlilini yazın, əmsallaşdırın. Reaksiya təhlilini yazdıq. Əmsala ehtiyac varmı? Ammonium 2 dəfədə, amonyaka 1-2 yazdıq, hidrogen oldu 6. Yox, azot 2-dir. Hidrogen 6, 8. Oksigen nə qədərdir? Kalsiyuma dəyməyəcək. Oksigen nə qədərdir? 5 dənə oksigen. Onda bura 1-2 düşəcək. Yazdıq, əmsallaşdırdıq. Sonra 2 mol Y maddəsinin xlorid turşusu reaksiyasının tam reaksiyasına ayrılan qazın həcmini. Bir dənə bunu əmsallaşdıraq, bura 1-2 yazaq. Ayrılan qazın həcmi 1 molundan 22,4 litr qazdırsa, 2 molundan 44,8 litr qaz olacaq. Sualın düzgün cavabı. Belə.